intervyu cəhənnəminə düşmüşdüm. Intervyu hell. Ağlıma gəldi ki, hə, professional dəstək almalıyam. Yəni artıq 100% qərar verdim. Dəstəyiniz, yəni yeganə dəstək idi ki, yəni end-to-end idi. Bir daha qısaca qeyd edim ki, Əhmədlə biz deməli Mid Java Developer vakansiyası üzrə Citibank və Aviva şirkətlərindən 2 iş təklifi aldıq. Əhməd, salamlar. Necəsiniz? Salamlar. Yaxşıyam, sağ olun, siz necəsiniz? Çox sağ olun. Xoş gördük bir daha. Xoş gördük. Hər birinizə xoş gördük. Bu gün deməli Əhmədlə əməkdaşlıq etdiyimiz proses haqqında danışacağıq. Necə oldu ki, qərar verdiniz? Ümumiyyətlə bura gəlmə hekayəniz necə idi? Necə oldu ki, özünüzün iş axtarma hekayəniz necə idi? Necə qərar verdiniz ki, artıq koçdan dəstək almanıza ehtiyac var və bizim hekayəmiz necə oldu? Bir daha qısaca qeyd edim ki, Əhmədlə biz deməli Mid Java Developer vakansiyası üzrə Citibank və Aviva şirkətlərindən 2 iş təklifi aldıq və hazırda Əhməd əslində 2 aydan çoxdur ki, 2 aya yaxındır ki. 2 ay, tam 2 aydır. Tam 2 aydır ki, deməli Citibankda artıq çalışır. Biraz gec çəkirik biz bu videonu. Danışın Əhməd, buyurun. Niyə Polşa, necə gəldiniz bura? Elə tam olar 1 il bundan qabaq gəldim bura. Amma ondan 6 ay əvvəl qərar vermişdim açığı Polşaya gəlməyi. Əsas səbəb həm istəyirdim ki, yəni müəyyən qədər təhsilimdə müəyyən irəliləyişlər olsun. Çünki məndə bakalavr ixtisası fərqli idi, amma iş tapmaq istədiyim ixtisas fərqli idi. Amma eyni zamanda elə bir ölkə istəyirdim ki, yəni təhsilimlə bərabər, yəni yaşla bağlı olaraq karyeramda da irəliləyişlər olsun. Müəyyən ölkələr araşdırdım və Polşada iş yerlərinin çox olması ilə qarşılaşdım. Yəni həm öz araşdırmalarım nəticəsində, həm bəzi insanlardan soruşmuşdum. Ona görə elə Polşaya gəlməyə qərar verdim. Yəni həmən eyni qərar verdiyim vaxt, yəni bütün müraciətləri elədim. 6 ay sonra artıq Polşadaydım. Yəni amma açığı bura ilk gələndə gözlədiyim kimi olmadı. Çünki yəni çox böyük ümidlərlə gəlmişdim və elə bura ilk gələndə açığı internetdə, yəni iş saytlarında, LinkedIn-də falan daxil olurdum. Yəni çox vakansiyalar görürdüm. Yəni ilk gəldiyim günlər bu məni çox sevindirmişdi, çox ümidləndirmişdi. Yəni gördüm ki, yəni çox vakansiya var. Yəni ümidlənmişdim ki, iş tapa bilərəm. Amma yəni bir həftə, 10 gün sonra yəni bu ümidlər bir qədər puç oldu. Çünki yəni müraciət eləyirdim. Yəni müraciətlərim tamamilə cavabsız qalırdı. Yəni ümumiyyətlə neqativ cavab belə almırdım. Yəni ümumiyyətlə cavab almırdım. Və bu müddətdə nə etdim? Yəni ilk bir ay təbii çox o qədər də ümidimi itirmədim. Yəni müraciətlərə davam edirdim, amma yəni 1 ay, 2 ay, yəni fevralın sonu gəlmişdim. Artıq mart, aprel heç bir nəticə olmadı. Və bu proses uzandıqca təbii ki, mental olaraq da təsir eləyirdi. Yəni səhv nədə idi o zamanlar? Yəni açığı o zamanlar çox da fərqində olmurdum, amma yəni CV-mi çox dəyişirdim. Yəni məsələn bir həftə müraciət eləyirdim, heç bir nəticə olmurdu. Yəni həm CV-nin kontentini dəyişirdim, həm də CV-nin görüşünü dəyişirdim. Yəni düşünürdüm ki, bəlkə müəyyən dəyişikliklər eləsəm bir fərq də olar. Yəni hətta axırdan axıra çox dəxilsiz şeylər belə yazmağa başlamışdım. Amma yəni bütün bunlara rəğmən heç bir nəticə olmurdu. Bir neçə CV-yə sahib olmaq yoldaşların əksəriyyətinin rastlaşdığı problemdir deyək. Təbii ki, yəni əgər ixtisaslaşmanız bir neçə sahədədirsə, buna biz M şəkildə ixtisaslaşma deyirik də, onda bir neçə CV-ninizin olması normaldır. Amma əgər bir sahədə ixtisaslaşmısınızsa, bəzən dostlarınız kömək eləyir və ya müəllimləriniz, ətrafınızdakı şəxslər kömək eləyir ki, CV-də bunu dəyiş, bu cür yaz və günün sonunda 20 dənə CV-niz olur. İnamınızı itirirsiniz CV-yə ki, bəs hansı ilə mən müraciət etməliyəm. Bir həftə müraciət edib, 3 gün müraciət edib nəticə əldə eləmirsiniz və vakansiya görəndə qərar verə bilirsiniz ki, hansı ilə etməlisiniz. Yəni bu prosesdə edilən ən çox edilən səhvlərdən demək olar ki, mən müraciət edən hər kəsdə 90% şəxslərdə bu hal müşahidə olunur. Sizin də dediyiniz kimi. Yəni özümüzü dəyişə bilmiriksə CV-ni dəyişməyə çalışırıq. İnam məsələsinə gəlmək istəyirəm, onu qeyd elədiniz. Yəni məni
bir qədər ətrafımdakı insanlar da açığı inamdan salırdılar. Yəni biraz qorxudurdular məni. Yəni deyirdilər ki, yəni burada təcrübə çox da önəmli deyil. Yəni öz ölkəndə təcrübən olsan belə, yəni burada gəlib sıfırdan başlamalısan. Yəni ona görə mən yəni özümə qoyduğum o limiti çox aşağıya salmışdım və gəlib burada artıq yəni ilk gəldiyimdə junior, middle, hətta middle-a belə ürəkli müraciət edirdim, amma yəni ətrafdan o qədər belə neqativ fikirlər eşidirdim ki, artıq internshiplərə müraciət etməyə başlamışdım sadəcə. Yəni deyirdim ki, yəqin ki, məni götürməzlər. Yəni bu da elədiyim səhvlərdən birisi idi ki, yəni bu sahədə çox da təcrübəsi olmayan insanlar da yəni təbii ki, dinləmək yaxşı bir şeydir. Hər kəsi dinləməliyik, hər kəsə hörmət etməliyik. Amma yəni belə neqativ fikirlər çox olacaq. Yəni dostlardan ola bilər, tanışlardan ola bilər. Yəni deyəcəklər ki, yəni özəlliklə burada yaşayan insanlar müəyyən müddət deyirlər ki, yəni bura gəlmisənsə sıfırdan başlamalısan. Və bu da mənim elədiyim ən böyük səhvlərdən biri idi ki, yəni o limiti çox aşağıya salmışdım. Tamamilə. Hətta Əhməd, biz deməli Tural'la da video çəkmişdik. Elə bu məkanda Tural Rüstəmsoy YouTube kanalımızı izləyə bilərsiniz. Tural Azərbaycanda 12 il təcrübəsi var idi və bura gələndə ona məsləhət vermişlər ki, bu təcrübələri yazma, 3-5 illik təcrübə yaz və onunla müraciət etlə. Və əslində Tural özü də videoda bildirmişdi ki, yəni məndən işləyəndə əsas elə ona maraqlı gələn məqamlardan biri bu idi ki, əksinə xeyr, yəni 10 il təcrübəniz var, biz bunu yazacağıq, senior vakansiyaya müraciət edəcəyik. Bu qədər. Bunun fərqi də odur ki, dediyiniz kimi, yəni bələd olmamaqda, bələd olduqda ki, buradakı şirkətlərin tələblərinə, vakansiyalara, düzdür, bura gələn əksəriyyəti tələbələrdir, junior vakansiyalara müraciət edir və işləyən, yəni hər kəs demək olar ki, məsələ juniorlar üçün detalları bilir, amma təbii ki, mid üçün də, senior üçün də çox vakansiyalar mövcuddur və əgər sizin bacarıqlarınız varsa, niyə də yəni mid vakansiya, senior vakansiya müraciət etməyəsiniz? Təbii ki, düzgün yanaşma deyil. Yəni elədiyim səhvlərdən biri də yəni özgüvənsizlik idi. Yəni sonradan dəyişdiyim şeylərdən biri bu oldu həmən vaxtı. Belə yəni ümumi problemim o idi ki, müraciət eləyirdim, amma ki, yəni geri dönüşlərin olmaması idi. Sadəcə bir şirkətdən mənə geri dönüş olmuşdu. O internship idi, müraciət etdiyim internshiplərdən biri idi. Yəni onda da interview proseslərini keçdim. Yəni ən sona qədər, hiring managerə qədər getmişdim, amma ondan sonra neqativ cavab gəldi ən son addımda. Və elə məni əslində ən çox ruhdan salan məqam da elə həmən o ən sondakı neqativ cavab olmuşdu. Çünki indiyə qədər heç bir geri dönüş ala bilmirdim. Yəni sadəcə bir şirkətdən geri dönüş gəldi. Sona qədər getdim, ümidləndim ki, artıq olur. Yəni o bir qırılma anı idi mənim üçün. Yəni ondan sonra bir ay saxladım müraciətləri tamamilə. Yəni çünki çox ruhdan salmışdı məni. Yəni mental olaraq yəni davam edə bilmədim həmən bir ay. May ayı idi, səhv eləmirəmsə, may ayı bəli. Sonra iyunun sonuna yaxın, yəni başqa bir çarə yox idi. Yəni bu bir savaşdı. Yəni istənilən halda davam etmək lazım idi. İyunun sonunda yenidən başlamışdım müraciətlərə və bu səfər artıq metodu biraz da dəyişməyə çalışırdım. Çünki CV dəyişikliyi bir işə yaramadı. Yəni başqa nəyi dəyişə bilərdim? Düşündüm bəlkə referrallar tapa bilərəm və LinkedIn-dən açığı girdim. Orada yəni öz həmvətənlərimizi axtarırdım. Bir neçə şəxsə yazdım və bir neçə yerə referralla müraciət elədim. Yəni onlar mənə assessment göndərdi həmin şirkətlər. Yəni xatırlayıram ki, biri IBM idi. Bir Azərbaycanlı tapdım, o məni refer elədi. Daha sonra mənə assessment gəldi, amma yəni assessmenti də etdim, yəni normal şəkildə edib göndərdim. Amma bir həftə sonra reject gəldi ki, yəni davam eləmirik. Yəni bu da məni digər ruhdan salan bir şey oldu. Çünki yəni artıq bilmirdim ki, yəni bundan əlavə nə edə bilərəm. Çünki CV-ləri dəyişdim, yəni limiti aşağı saldım, internshiplərə müraciət eləyirdim, hətta referral tapdım, bununla da müraciət eləyirdim. Yəni bu da bir işə yaramadı. Yəni burada artıq çarəsiz qaldım, belə deyək. Referrallar haqqında biraz qeyd edeyim. Referrallar əhəmiyyətlidir, amma bəzən bu çox overrated olur. Bəzən yoldaşlar referrallara əslində lazım olandan çox aşırı diqqət edilir.
yoldaşlar, referrallar işə qəbul prosesində həqiqətən çox kiçik rol oynayır. Bir halda, yəni bir istisna ilə, əgər iş təklifi, deməli işə müraciət etdiyiniz şəxs, sizi refer edən şəxs birbaşa həmin komandada işləmirsə, əgər birbaşa həmin öz komandası üçün refer edirsə və öz departament üçün refer edirsə, bu hallarda müəyyən qədər, yəni effekti nisbətən çox olmuş olur. Çox dedikləri biz nəyi nəzərdə tuturuq? Hiring menecerinin intervyuya dəvət alma şansınız çoxdur. Amma təbii ki, bu da yəni ən əhəmiyyətli məqamlardan biridir ki, hiring menecerin intervyunu keçmək lazımdır. Əgər sizi refer edən şəxs birbaşa o komandada işləmirsə, yəni hiring meneceri tanımırsa və tanımaqdan ziyadə sadəcə tanımaq belə kifayət olmur. Yəni onların işinə bələd deyilsə, referral çox kiçik faiz rol oynayır və biz həmişə ümumiyyətlə bunu əməkdaşlarımın yoldaşlara bildirirəm ki, biz referrallar üçün maksimum 2 gün vaxt xərcləməliyik. 2 gündən artıq vaxt, yəni bir nəfər yazdınız referral üçün, 2 gün gözlədiniz, refer etmədi, öz müraciət etməyin. Bu qədər yəni. Referral həqiqətən çox overrated olub artıq. Aha. Bəs deməli bu halda artıq yəni nə lazım idisə etdiniz və düşündünüz ki, artıq peşəkar dəstəyi almaq lazımdır. Bəli, eynən. Bəs necə tapdınız, necə qərar verdiniz? Mən dediyim kimi fevralın sonu bura gəlmişdim. Yəni yadımdadır ki, martın sonları idi, yəni Novruz bayramı Azərbaycanda bu ərəfələrdə idi ki, elə Instagramda, yəni rillərdə belə deyək, gəzərkən təsadüfən sizin videonuz qabağıma çıxmışdı. Elə girdim sizin səhifəyə, bir neçə videolara baxdım. Yəni o vaxt ağlıma gəldi ki, yəni sizdən kömək ala bilərəm, amma dedim, yəni yeni gəlmişəm. Hələ ki özüm sınıyım. Çünki bir ay idi, yəni Polşadaydım, bir ay idi müraciətlər edirdim. Yəni dedim ki, hələ ki ehtiyacı yoxdur yəqin ki professional dəstəyə, yəni özüm sınayıb bəlkə özüm alındıra bilərəm. Amma yəni dediyim kimi bunların heç biri işə yaramadı və artıq iyunda referrallardan sonra belə reject almağa başlayanda və bir də həmən vaxtı belə açıq deyim, yəni biz burada maddi olaraq da burada yəni qala bilməliyik. Yəni ona görə çox dəxilsiz işlərdə işləyirdim, çox ağır işlərdə işləyirdim. Yəni o da məni, yəni fiziki olaraq yox, mental olaraq çox yorurdu. Yəni həm digər müraciətlər edirdim, onların cavabsız qalması, yəni sevdiyim sahədə işləyə bilməməm, tamamilə dəxilsiz sahələrdə işləməyim, yəni bunlar hamısı bir araya gələndə çox necə deyirlər, çox overwhelming bir hiss yaradırdı məndə. Yəni artıq bir köməyə ehtiyacım var idi. Yəni hər şey ətrafımdakı hər şey mənə deyirdi ki, yəni mütləq kömək almalısan. Yəni bilmirəm, bəlkə onda da təsadüf oldu. Yəni yenə ikinci dəfə sizin videonuz qabağıma çıxdı. Yəni bu da tamamilə təsadüf idi. Yəni özüm search eləməmişdim. Və o vaxt ağlıma gəldi ki, hə, professional dəstək almalıyam. Yəni artıq 100% qərar verdim. Amma indi kimdən almalıydım bu professional dəstəyi? Təbii ki, yəni sizin videonuz qabağıma çıxdı. Yəni ətrafındakı insanlardan da soruşdum. Özüm də LinkedIn-dən girib axtarırdım. Yəni başqa bir neçə şəxsin də açığı profillərinə girdim. Onlarla da əlaqə saxladım. Amma nəyə görə sizlə davam eləmək qərarına gəldim? Çünki yəni digər şəxslərin çoxsu HR-lar idi və düşündüm ki, yəni HR mənə yəni CV-də kömək ola bilər. Yəni HR behavioral suallarda kömək ola bilər. Yəni amma sizin dəstəyiniz, yəni yeganə dəstək idi ki, yəni end-to-end idi. Yəni ən sıfırdan, yəni sadəcə HR behavioral tərəfi yox, eyni zamanda texniki tərəfinə də kömək edə biləcəkdiniz. Yəni background-unuza görə də buna belə düşündüm, çünki yəni texniki sahələrdə biliyiniz var idi. Yəni mən də texniki bir sahədə iş axtardığım üçün düşündüm ki, siz mənə daha yaxşı kömək ola bilərsiniz. Çünki HR-ların yəni təbii ki, çox da texniki tərəflərdə, texniki suallardan xəbərləri yoxdur. Və digər bir səbəb də yəni demo intervyular eləməyiniz oldu. Yəni düşündüm ki, yəni siz yaxşı şirkətlərdə çalışmısınız. Yəni şirkətlərin intervyularda verəcəkləri suallar, nə kimi suallar gələ bilər? Bunları yaxşı bilirsiniz və mən onlar ətrafında hazırlaşsam, yəni intervyularımda uğurlu ola bilər. Yəni xülasə hər şeyi bir araya gətirsək, nəyə görə sizi seçdim? Çünki yəni dediyim kimi end-to-end, yəni sıfırdan sona qədər, yəni sadəcə HR, behavioral tərəf yox, eyni zamanda texniki tərəfdə də
köməklik göstərə biləcəyinizə görə sizlə davam eləmək qərarına gəldim. Yəni tamamilə bunu xüsusi bir daha vurğulamaq istəyirəm ki, təbii ki, bütün hörmətlə, amma HR yoldaşlar career coachinglə məşğul olanda onlar sadəcə nəyi bilirlər? Onlar yəni güllə onlarla CV alırlar, yüzlərlə CV alırlar təbii ki. Yəni yaxşı CV necə görünməlidir bunu bilirlər. Amma məsələn bir back-end engineer üçün yəni hiring menecerə hansı mövzular maraqlıdır və keyword deyəndə biz bunu nəzərdə tuturuq. Keyword deyəndə bəzən yoldaşlar sadəcə CV-ni və ya məlumatları verirlər GPT-yə, Copilot-a və digər AI tool'lara. Onlar hansı keywordləri verirlərsə, onları CV-yə yazırlar. Yoldaşlar bu keyword deyil, yəni keywordlər bu deyil. Və ATS-də bizə kömək edən, yəni hiring prosesində bizə kömək edən keywordlər bunlar deyil. Bu keywordlər deyəndə biz birbaşa sahə jargonlarını nəzərdə tuturuq. Məsələn, siz əgər maliyyə sahəsindəsinizsə, burada məsələn GL reconciliationlardan danışmaqdan, accrual'lar hazırlamaqdan, write-off'lar hazırlamaqdan və ya məsələn back-end engineering sahəsindəsinizsə, biz burada danışa bilərik. Məsələn, yəni məsələn əgər database tərəfdəsinizsə, biz burada danışa bilərik performance tuning-dən, düzdürmü? Yəni sahə ilə bağlı birbaşa deməli mövzulardan danışır. Məsələn, biznes analiz sahəsindəsə burada requirementlər toplamaqlardan, deməli prioritetləşdirmələrdən, qeyri-müəyyən və ya uncertainty-də necə işləməkdən, yəni birbaşa sahənin içində edilən işlərdən danışmaq lazımdır. Yəni düzdür, bunların bəzilərini AI verir, amma bunu siz sadəcə AI verdiyi kimi CV-yə yazanda bunlar çox quru görünür və bunlar işləyən metod bu deyil. Və bizim elə proqramda, yəni bu proqramda fərqləndirən odur ki, biz əgər deməli Əhməd qeyd etdiyi kimi end-to-end bütün prosesi bir yerdə əhatə edirik, yəni effektiv CV hazırlanması, LinkedIn profil hazırlanması, effektiv bir müraciət pipeline qururuq ki, çoxlu intervyular alaq. Əhməd, neçə intervyuya girdik sizdə yəni? Artıq sayını itirmişəm, amma bu çox qısa müddətdə oldu. Yəni biz müraciətə başlayandan 3 gün sonra yəni intervyular gəlməyə başladı. İlk intervyular recruiter intervyuları idi. Amma yəni gözləmirdim açığı. Yəni özünüz də bəlkə bilmirəm yadınızda qalıbmı, artıq prosesi sürətləndirməyə başladıq. Çünki həmin vaxtı biz texniki tərəfə çox da hazırlaşmamışdıq hələ ki. Yəni onu da qabağa saldıq, demo intervyuları falan. Bəli, yəni biz elə bir müraciət pipeline qururuq ki, çoxlu müraciətlər alaq və bütün bu müraciətlərə, bütün bu daha doğrusu intervyular alaq və bütün bu intervyulara individual şəkildə hazırlaşıb həm behavioral, situational, bunlar təbii ki, əhəmiyyətli mövzulardır, həm də deməli domenlə bağlı texniki intervyular, live coding intervyuları edib bütün bu mərhələlərə bir yerdə hazırlaşırıq və eynən normalda biz məsələn müraciətlərə 3 gün müraciətlər edildikdən sonra recruiter intervyularına hazırlaşırıq. Çünki recruiter intervyuları anidən gəlir. Daha sonra deməli əgər boşluqlar varsa fundamental deməli domen mövzularını bölüşürəm və biz demo intervyu edirik ki, hazır olaq. Yəni gələsi bir, yəni intervyu alıb həmin ona hazırlaşmayaq da. Öncədən əgər əhatə edəcəyimiz mövzular çoxdursa, biz onu intervyu alandan sonra ona hazırlaşmağa vaxtımız çatmayacaq. Öncədən hazır olmalıyıq ki, intervyu alanda hazır olaq. Amma sizinlə bu prosesi daha da sürətləndirdik ki, Məcbur qabağa çəkdik biraz. Bəli. Bəli, yəni bu intervyuya hazırlaşmaq bir daha vurğulamaq istəyirəm ki, sadəcə recruiter intervyu suallarından deyil, yəni texniki intervyulardandır və biz elə HR-lar haqqında danışırdıq ki, yəni bir HR career coach olaraq sizə məsələn danışa bilməz ki, məsələn statementlərdəki ratio analizdən danışa bilməz, reconciliationlardakı məsələn breaklərdən danışa bilməz, məsələn corporate actionların necə proses edilməsindən danışa bilməz, NAV-yə təsir edən faktorlardan danışa bilməz, derivativlərdən danışa bilməz, back-end engineeringdə o, birdən danışa, məsələn engineeringdə o, birdən danışa bilməz və digər onlarla müxtəlif mövzulardan, yəni birbaşa domendə olan mövzulardan danışması mümkün deyil və bizim proqramı bu özünə məxsus edir. Aha, gəlin indi biz danışaq ki, bizdə ardıcılıq necə oldu, siz tərəfdən necə görünürdü, proses necə getdi, daha sizin ilk müraciət vaxtınızdan bu proses necə getdi, necə görünür siz tərəfinizdən? Mən sizlə səhv eləmirəmsə avqustda əlaqə saxlamışdım. Elə onda ilk intervyunu eləmişdik, yəni ümumi biliklərimi yoxlamaq üçün. Yəni məndə problem o idi ki, yəni mənim işlədiyim işlər çoxsu private işlər idi, yadınızdadırsa. Yəni public repo yox idi məndə GitHub-da. Və mən bunun çox önəmli olduğunu düşünmürdüm. Amma siz mənə dedikdən sonra, yəni ilk bir ay sırf həmən repo üstündə işlədim. 2 dənə proyekt işləyib onları GitHub-a public şəkildə qoydum.
Mən bunu sentyabrda başlamışdım. Sentyabrın 1-i, elə sentyabrın sonuna kimi bunu həll elədim bir ayda. Yəni ilk bir ay sırf bu proses idi. Daha sonra oktyabrın əvvəli siz məndən backgroundum haqqında ümumi məlumatlar istəmişdiniz və daha sonra CV-ni hazırladıq birlikdə. Və burada bir şey qeyd etmək istəyirəm ki, yəni həqiqətən mən orada sizin bu sahələri daha yaxşı bildiyinizi başa düşdüm. Çünki biz CV üçün call eləyəndə, yəni siz özünüz mənə verirdiniz suggestionlar ki, yəni sanki bir developer kimi, yəni özünüz developer olmasanız da məsələn deyirdiniz ki, bu toolda işləmisənmi, bu toolda işləmisənmi, bunu əlavə eləsək daha yaxşı olar. Və bu önəmli idi, çünki yəni bu sahədə iş axtardığım üçün, yəni mən açıq bilmirdim hansı toolları yazsam daha yaxşı olar. Yəni sizin bu sahədə bilikli olmağınız, yəni həm bu toolların nə iş gördüyünü bilməyiniz, həm hansıları əlavə etməyiniz, yəni bu da məni daha çox ümidləndirdi. Yəni CV-m güclü olacaq, yaxşı olacaq. Yəni bu ikinci mərhələ bu idi, CV-nin hazırlanması. İcazənizlə mən bura bir əlavə edeyim. Bu necə mümkündür? Bax, əslində deməli sizlə də belə olmuşdu. Düzdür, mən sizdən fayl istəmişdim, siz bütün məlumatlarınızı yazıb göndərmişdiniz. Yəni CV hazırlamazdan öncə mən sizdən əvvəl etdiyiniz bütün işləri əhatə edən bir Word fayl istəyirəm. Və o faylda siz sadəcə nə etmisinizsə onları yazırsınız. Belə nothing fancy-də, yəni orada xüsusi bir şey yoxdur. Sadəcə açırsınız bir Word fayl. Əvvəlki işlərinizdə demək olar ki, gündəlik tasklarınız, gündəlik işləriniz olaraq nələr etmisinizsə onları yazmanız lazımdır. Və işin elə özəyi də odur ki, yəni nə etdiklərinizi anlamaq, analiz edib bilmək və beynəlxalq şirkətlərdə bu vakansiyalardakı tələbləri anlamaq və indi etdiklərinizi o tələblərə uyğunlaşdırmaq. Uyğunlaşdırmaq deyəndə bəzən yoldaşlar tamamilə fərqli mövzular yazmağa nəzərdə tutur. Bizim nəzərdə tutduğumuz o deyil. Yəni məsələn əməkdaşlıq etdiyim yenə bir şəxs var idi, elə Aytən Rəhimzadə, onunla da biz video çəkmişdik. O da deməli əslində yəni əczaçılıq sahəsində işləmişdi və onda məsələ necə idi? Etdiyi işləri Azərbaycan terminologiyası ilə bilirdi və işdə öyrənmişdi onlar, nəzəri öyrənməmişdi. Və bura gələndə də mən onunla danışandan sonra gördüm ki, o işləri edib və onlar əslində burada edilir, orada bu bacarıqlar burada lazımlıdır. Fərqli sahədə tətbiq eləsə də, əczaçılıq sahəsində və burada sadəcə fərqli adlandırılır. O bacarıqları buradakı kimi izah etdik. Sizlər eynən, yəni müxtəlif layihələr üstündə işləmişdiniz. Bəzi texnologiyaları heç əlavə etmək düşünmürdünüz, əlavə etməmişdiniz. Amma bilirəm ki, məsələn, monitoring üçün filan toollar istifadə olunur. Düzdür, məsələn, deployment üçün filan toollar istifadə olunur və güman ki, siz onları istifadə eləmisiniz və onları biz CV-yə əhatə etdik və bunlar da yəni təcrübədən sadəcə gəlir ki, həm mən deməli öz komandam iş alımları eləmişəm beynəlxalq şirkətlərdə, həm də deməli 200-ə qədər, 200-dən çox əslində şəxslə vaxta kimi müxtəlif şəkillər almışıq. Yəni bunu sadəcə təcrübə gətirir. Bəzi şeyləri yazmağa qorxurdum açığı. Məsələn, Kubernetes. Yəni bunu istifadə eləmişəm, yəni bu texnologiyaya toxunmuşam, amma onu yazmırdım ki, məsələn, birdən intervyuda çox dərinə gedərlər. Amma məsələn, bunları da əlavə elədik, düşünürəm ki, bunların da köməyi oldu. Yəni biraz özgüvən məsələsi, yəni mən dediyim kimi hər şeyi limit qoymuşdum özümə. Belə ikinci mərhələ bu idi. Təbii burada LinkedIn profilimə də baxmışdınız, CV ilə bərabər. Daha sonra yəni necə müraciət etməliyəm, bunları göstərmişdiniz mənə. Nə şəkildə müraciət olunmalıdır, forumlar necə doldurulmalıdır. Və hər gün mən ilk günlər səhv eləmirəmsə 15 müraciət edirdim. Əslində bu minimum idi, minimum. Amma yəni o qədər vaxtım olurdu o zamanda, çünki həm universitet, həm digər işlərim. Yəni bu elə müraciət özü də düşünürəm ki, part-time bir iş kimi bir şeydir. Yəni biz bunu ağlımıza qoymuşuqsa, məncə hər gün günümüzün 4-5 saatını buna ayırmalıyıq. Yəni part-time iş kimi baxmalıyıq. Bəli, iş axtarmaq özü bir işdir. Ona görə də əslində müraciət edəndə yoldaşlardan daha biz əməkdaşlığa başlamazdan öncə sizdən bir sorğu göndərirəm və orada qeyd olunur ki, günlük minimum 3 saat vaxt ayıra bilərsinizmi? Çünki günlük minimum 3 saat vaxt ayıra bilməsinizsə, bunu etməyimiz demək olar ki, mümkünsüz olacaq və yoldaşlar bəzən soruşurlar ki, bu 3 saat nəyə lazımdır? Deməli, müraciətlərə, hansı ki bizim günlük minimum sayımız var.
və deməli o müraciətləri təbii ki, doğru şəkildə doldurmaq, mövzulara hazırlaşmaq, intervyulara hazırlaşmaq, burada müxtəlif tipli mövzulardır, intervyulardır və həmçinin boşluğumuz olan mövzulara hazırlaşmaq, yəni öyrənmək, sadəcə öyrənmək, bu prosesi öyrənmək üçün. Belə və daha sonra özüm müraciətlərə başladım. Səhv eləmirəmsə özüm 1 həftə 10 gün elədim. Sonra o qədər intervyu gəldi ki, artıq bunlara vaxt çatdıra bilmirdim. Sonra sizin komandadan bir şəxs mənim yerimə müraciətlər eləməyə başladı. Bəli, bizdə müraciətlər xidmətində mövcud üzr istəyirəm. Yəni əgər müraciətləri çatdırmırsınızsa, biz sizin əlinizə və müraciətlər edirik. Əhməd də intervyu aldığı üçün müraciətləri çatdıra bilmirdi. İntervyu cəhənnəminə düşmüşdüm. İntervyu hell. Belə, yəni artıq hər şeyin vaxtını itirmişdim. Yəni hansı gün hansı intervyum var, hansına necə hazırlaşmalıyam. Təbii biz bunlara baxdıq hamısına bir gün qabaqdan, hamısının üstündən keçirdik bir-bir bütün bu intervyuların. Belə məndə hər şey bir anda oldu. Yəni 20 günün içərisində yəni bu intervyu hell oldu, birdən bitdi. Mən ayın 6-sı başlamışdım. Oktyabrın 6-sı ilə müraciətlərə başladım. Oktyabrın 9-u artıq ilk recruiter intervyum idi. Və müraciət aldığım şirkət haqqında danışmaq istəyirəm. City'dən, City'yə səhv eləmirəmsə ayın 8-i ya 9-u müraciət eləmişdim. Elə ondan sonra mənə 3-4 gün sonra geri dönüş gəldi. Birinci mənə assessment falan digər şirkətlə intervyular göndərmişdilər, amma mən onda hazır olmadığım üçün yadınıza gəlir, biz onu daha başqa bir vaxtda dəyişməyə çalışdıq. Sonra mənə 1 həftə sonra saldılar intervyunu və o vaxtı mən açığı, yəni o qədər intervyulara çağırılmırdım ki, artıq mən texniki intervyu hazırlığını heç vaxt düşünməmişdim, belə deyək. Çünki elə ilk addımı keçə bilmirdim. Və City məni texniki intervyusuna çağıranda da yəni biraz o cəhətdən qorxu var idi ki, yəni o qədər yəni mən CV düzəlməsi, ilkin intervyulara çağırılış, HR recruiter intervyuları, yəni o qədər bunlarla məşğul olmuşdum ki, artıq texniki intervyu yəni heç vaxt ağlıma gəlməmişdi ki, oturum və texniki tərəfdən də bir kişiyə baxım. Çünki birinci əngəli heç vaxt keçə bilməmişdim. Və yadınızdadırsa siz onda tez tələsdik məndən bütün sualları bölüşdünüz. Hətta 2 gün sonra intervyu salmışdınız, mən çatdıra bilməmişdim. Sizə demişdim ki, birinci günə salaq, yəni 6-cı günə salmışdıq, birinci günə salaq. Birinci gün axşam elədik ilk texniki intervyunu və çox kömək oldu o texniki intervyu. Çünki o intervyuya qədər, yəni Java, backend development, yəni böyük bir sahədir. Yəni sadəcə proqramlaşdırma dili də deyil, yəni bugün o qədər əlavə toollar var ki, yəni bir dəryadır. Yəni heç bilmirdim ki, yəni hardan suallar verə bilərlər. Yəni bəlkə spesifik bir tooldan çox dərin suallar verəcəklər. Yəni bunların qorxusu var idi. Amma elə ilk intervyudan sonra səhv eləmirəmsə İlkin müəllimə də salamlar burada. İlkin müəllim komandamızdakı deməli injinirik sahəsindəki əsas koçlardan biridir və demo intervyuları biz elə deməli hazırlaşdığımız ekspertlərdən biridir. Yəni o intervyudan sonra məndə ümumi bir görünüş yarandı ki, yəni suallar hardan gələ bilər, nə kimi suallar gələ bilər və orada öz əksik tərəflərimi gördüm. Yəni hansı suallara ki, cavab verməkdə çətinlik çəkirəm, yəni onları ön plana çəkdim və 3 gün sonra artıq texniki intervyum idi və daha çox onlar üstündən hazırlaşmağa başladım. Və o 3 gün çox çətin 3 gün idi, çünki gecə-gündüz dayanmadan, yəni həmin 3 gün çalışmışdım. Yəni çünki ilk normal texniki intervyum idi, yəni bir şans idi, bunu əldən vermək istəmirdim. Yəni elə həmin o intervyuda zəif tərəflərim üstündən həmin o 3 günü, yəni bütün günü hazırlaşdım və yəni açıq çox həyəcanlı idim o intervyudan öncə. Yəni intervyum əslində normal keçdi. Yəni 4-cü gün idi intervyum. Elə son 5 dəqiqə qalana qədər yəni bütün suallara baxırdım, yenə hazırlaşırdım və 5 dəqiqə sonra artıq intervyuya girdim.
bir saat çox uzun çəkdi intervyum, saat yarım çəkdi. Əslində 45 dəqiqə olmalı idi. Və belə deyək, sualların əslində 70%-nə məncə cavab verə bilmişdim. Amma intervyudan çıxanda buna çox da üzülmədim, belə deyək. Çünki yaxşı hazırlaşmışdım. Yəni bundan artıq o nöqtədə eləyə biləcəyim bir şey yox idi. Və intervyudan sonra sizlə telefonla danışmışdıq. Siz mənə demişdiniz ki, mən sizə əvvəlcədən demədim. Yəni City yaxşı şirkətdir və çətin suallar verirlər. Yəni siz məni ruhdan salmamaq üçün bunları deməmişdiniz. Və bunları intervyudan sonra mənə dediniz. Yəni açıq o nöqtədə belə deyək, gözləmirdim pozitiv bir cavab gələr mənə, amma bir gün yarım, 4-cü gün saat 3-də intervyum olmuşdu. 5-ci gün axşam saat 12-də mənə e-mail gəldi. Təbii ki, pozitiv e-mail idi. Mən amma elə bildim, mən növbəti mərhələyə çağıracaqlar, ikinci intervyuya. Amma sizlə danışanda sizə dediniz ki, artıq bu sondur, yəni bundan sonra offer verirlər. Yəni heç nə, ondan sonra çölə çıxdım gəzintiyə. Çox qısa çəkdi həqiqətən. Və proses o qədər sürətli oldu ki, əslində tam hazır. Biz normalda 2 dənə demo intervyu, 2 texniki demo intervyu edirik ki, bütün mövzuları əhatə edək. Və sizlə də demək olar ki, ilk intervyuda nəticəni götürdük. Yəni qəribə duyğular idi, çünki 7-8 ay olmuşdu Polşaya gəlmişdim və çox yoğun bir 7-8 ay oldu. Yəni əvvəl danışdım, yəni bütün o çətinliklər, mental olaraq yorulmaq. Yəni sizlə müraciət edəndə elə bir ki, 10 günün içərisində birdən-birə hər şey baş verdi. Yəni offer aldım. Bundan sonra, yəni amma bir həftə sonra tam özləri rəsmi olaraq zəng elədilər. Əslində offerı 10 gün içərisində almışdım, belə deyək, amma yəni mənə zəng edib rəsmi offer vermələri hadisə 17-18 gün belə bir müddət çəkmişdi. Təbii o bir həftədə də müəyyən suallar verirdilər, yəni vizamla bağlı, maaş gözləntiləri falan, yəni bunları da sizlə müzakirə eləmişdik. Yəni bunun əsasında onlara cavab göndərmişdim. Ondan sonra açığı bilmədim, müraciətləri davam edeyimmi, eləməyimmi. Eləmək istəmirdim, çünki mental olaraq çox yorulmuşdum. Amma davam elədik. Elə o offer müddətində mənə digər bir şirkətdən, Avivadan da intervyu təklifləri gəlmişdi. Açığı Avivada məndə 2 intervyu oldu və o intervyular əslində mənim üçün daha maraqlı keçmişdi. Çünki 2 tərəf var idi, bir Polşada və bir də client tərəf var idi, Britaniyada. Yəni ilk intervyum çox texniki olmuşdu, yəni sırf texniki yönündə intervyu olmuşdu. İkinci intervyum behavioral intervyu olmuşdu. Yəni biraz texniki yönümlü behavioral deyək. Və mən yadımdadır ki, ondan bir gün qabaq sizlə yenə bir mock intervyum olmuşdu və sizin orada həqiqətən mənə dedikləriniz, yəni nə kimi suallar gələ bilər, yəni bunlar mənə çox kömək oldu. Yəni hardasa mənə 5-6 dənə point demişdiniz ki, yəni bunlara hazırlaş, bunlardan suallar verirlər bu tip intervyularda. Hətta mən o intervyunun behavioral olacağını bilmirdim. Çünki ilk intervyum Polşadakı şirkətlə olmuşdu, texniki. Düşündüm ki, ikinci intervyum da tamamilə texniki olar. Bu səfər client məni intervyu eləyirdi, amma yəni, siz dediniz ki, daha çox behavioral intervyu olacaq və müəyyən suallar dediniz ki, yəni bunlardan sual gələ bilər. Və mən elə bazar günü idi, həmən günü sırf həmən suallar üzrə yaxşı hazırlaşdım. Yəni müəyyən qədər uyğunlaşdırmağa çalışdım, yəni ümumi cavablar hazırlamağa çalışdım və bunlar mənə çox kömək oldu. Yəni düşünürəm ki, əgər onlar haqqında hazırlaşmasaydım, yəni intervyuda ağlıma gəlməzdi onlar. Yəni nə cavab verəcəkdim, yəni intervyuda. Ona görə yəni o həqiqətən o bir günlük o elədiyimiz mock intervyu, yəni o behavioral nə kimi suallar gələ bilər, yəni onlara hazırlıq, yəni intervyuda mənə çox kömək oldu. Yəni birəbir eyniləri gəlməmişdi. Yəni sizin mənə dediklərinizin birəbir eyniləri gəlməmişdi. Amma siz mənə ümumi ideya verdiniz deyə, yəni mən ümumi cavablar hazırlamışdım deyə, yəni onların suallarına uyğunlaşdırdım belə deyə öz кейslərimi. Yəni intervyu çox yaxşı keçdi, çox pozitiv bir intervyu keçdi. Elə sabahsı gün mənə zəng elədilər. Yəni viza statusundan bağlı mənlə danışdılar. Yəni elə onda başa düşdük ki, yəni offer verməyə hazırlaşırlar. Elə sabahsı gündə zəng edib offer verdilər mənə.
Və bundan sonra ikinci bir problem yarandı. Hansı seçimi eləmək? Ən maraqlı hissə idi. Amma bu yaxşı problem idi. Təbii burada da yadınızdadır, şirkətlərlə danışdıq. Yəni ən yaxşı offeri əldə elədik. Siz biraz bunun haqqında danışaq ki, burada biz maaşı negotiate elədik və maaşı əslində kifayət qədər rəqəmdə artıq. Yəni kifayət qədər artıq heç gözləmirdim. Yəni açığı biraz qorxurdum negotiate eləməyə. Çünki yəni əvvəllər deyirdim ki, bir minimum maaşlı bir iş olsa belə, yəni gedim işləyim, əsas bu sahədə işləyim, mən maddi cəhətdən ehtiyacım var idi. Amma mənim üçün elə bir nöqtəyə gəldi ki, artıq şirkətlərlə maaş negotiate etməyə başlamışdıq. Yəni əvvəl biraz çəkinirdim, amma yəni yaxşı ki elədik. Yəni siz dediyiniz kimi, yəni həqiqətən çox ciddi artış oldu yəni maaşda. Belə yoldaşlar heç bir kiçik məbləği, yəni masa üstünə buraxmamalıyıq. Ona görə də əgər mümkündürsə, mümkündüyünü də necə bilirik? Tamamilə təcrübədən ki, yəni bu vakansiyada maaşlar nə qədərdir? Biz bunu artıra bilərikmi və hansı кейslərdə artıra bilərik ki, bunu dəfələrlə etmişik, sizdən də məsələn etmişik. Maaşı negotiate edib mümkündürsə artırmaq üçün. Çünki işə qəbul olundan sonra maaşı artırmaq çox çətin olur. Ona görə də əvvəldən həmişə starting point-in yaxşı olması çox əhəmiyyətlidir. Bir də Əhməd icazə verin bir məsələni bura əlavə edeyim. Buyur. Deməli, intervyunun mindseti, yəni bizim düşüncə tərzimiz necə olmalıdır? Biz bura hansı mindsetlə girməliyik? Məsələn, qeyd ediləcək Avivanın ikinci intervyusunda klientlə olan görüş. Burada biz intervyuda təbii ki, recruiter suallar, yəni behavioral suallar var, texniki suallar var, domain sualları var, live coding var, prezentasiya var, bəzi intervyularda və sair müxtəlif intervyular var. Bunlarla yanaşı orada başa düşmək ki, onlar hansı mindsetdə bir kandidat axtarırlar və bu intervyuya girəndə bizim mindsetimiz necə olmalıdır? Və intervyudan öncə biz bu suallara hazırlaşmaqla yanaşı o mindseti də otururuq ki, yəni biz onlara ötürmək istədiyimiz, ötürməli olduğumuz mesajlar bunlardır. Biz onlara bu sözlərlə bu mesajları ötürməliyik, çünki onlar bunu axtarırlar və bu da necə bilinir, yenə tamamilə təcrübə ilə. Çünki yəni vakansiyanı biz analiz edə bilirik ki, bunlar hansı departamentdə, hansı timdə deməli kandidat axtarırlar və bu kandidatı hansı level üçün axtarırlar ki, gəlib hansı işləri etməsi ondan gözlənilir. Ona görə də intervyudan öncə biz danışıb o intervyunun mindsetini təyin edirik. Deməli, iş təklifini aldıq, artıq salarda negotiate elədik və gəlin biraz qərar vermə haqqında danışaq ki, hansını seçdiniz? Aviva City, çünki ikisi də dünyada öz sahələrindən böyük şirkətlərdəndirlər. Belə deyək, City-ni tanıyırdım. Yəni Aviva haqqında çox məlumatım yox idi. Amma gördüm o da yəni Britaniyada özəlliklə tanınmış insurans şirkətlərindən biridir. Yəni elə İngiltərədə bir qohumum var idi, ondan soruşmuşdum. Yəni o dəqiqə tanıdı, dedi yəni burada məşhur bir şirkətdir. Yəni ona görə seçim biraz çətin oldu açığı. Yəni çünki sırf maddi tərəfi də düşünmürdüm. Yəni çünki işlədiyin şirkətin yaxşı olması, culture-ın yaxşı olması, reputation, yəni bunlara da önəm verirdim. Amma yəni iki şirkət də yəni normal şirkət olduğuna görə, yəni müəyyən qədər artıq maaş söhbətlərini də düşünməyə başlamışdım. Yəni iki şirkətlə də danışdım. Yəni ən yaxşı offeri City verdi. Və City-də yəni həm yaxşı reputationu var, yəni Wall Street banklarından biridir, yəni bütün dünyada tanınır, filialları var. Həm də məncə daha sonra relocation eləmək üçün, digər ölkələrə keçmək üçün də bəlkə müəyyən bir köməkliyi ola bilər, digər ofislərə keçmək üçün. Yəni ümumi olaraq City-nin offerinin daha yaxşı bir offer olduğunu düşündüm və City-ni seçdim. Amma bildiyiniz kimi, yəni banklarda biraz o offerdan sonraki mərhələdə olur. Yəni çoxlu çeklər oldu, background çeklər, yəni kriminal çeklər, təcrübə çekləri, sənəd işləri çox idi həqiqətən və yəni burada da əslində professional kömək almağımın faydalarından biri oldu. Çünki yəni sizin təcrübəniz var idi əvvəlcədən, yəni hansı sənədlər lazımdır, bu sənədləri necə ala bilərəm, sənədləri necə doldurmaq lazımdır, hətta imzaya kimi sizdən soruşurdum, yəni necə imzalayım. Yəni bir mentorun olması, yəni hər zaman nə vaxt sual yaransa, yəni soruşacaq bir şəxsin olması da yəni yaxşı bir şeydir. Yəni bu tərəfdən də köməklik göstərdiniz. Yəni sadəcə offera kimi yox, yəni sırf gedib şirkətdə işə başlayana kimi, yəni bu müddətdə də yəni çox kömək oldunuz. Yəni ümumi olaraq belə deyək,
bütün bunları bir araya getirdikdə, yəni City-də o mərhələ daha uzun oldu. Daha orada da müəyyən qədər bir stres oldu açığı. Yəni insan qorxur istər istəməz. Yəni digər offerı geri çevirirəm. Yəni artıq qalır bir offer. Yəni bəlkə də bir problem olar. Amma çox şükür heç bir problem olmadı. Yanvarın 15-i başladım işləməyə. Və açığı peşman deyiləm. Yəni şirkətin mühiti deyək, o culture-ı deyək, xoşuma gəldi. Yəni hamı bir-birinə hörmət eləyir. Yəni heç kəs bir-birinin işinə qarışmır. Yəni müəyyən qədər bir rahatlıq var, bir sərbəstlik var. Yəni komandada diversity var. Yəni bu da məncə yaxşı bir şeydir. Yəni dünyanın müxtəlif ölkələrindən yəni qoşuluruq belə deyək. Birlikdə çalışırıq. Yəni Amerikadan şəxslər var komandamızda, elə Polşanın özündə var, Hindistanda var. Təbii ki. Yəni müxtəlif millətlərdir, yəni diversitydir. Hər kəs bir-birinə hörmət eləyir. Yəni hər kəs bir-birinin fikrinə önəm verir. Və məncə bu çox önəmlidir. Yəni işdən, maaşdan, reputationdan əlavə olaraq, yəni insanların bir-birinə hörmət eləməsi, yaxşı iş mühitinin olması da məncə önəmli bir şeydir. Yəni bu tərəfdən də, yəni əgər kimsə offer alsa City-dən, yəni texnologidə belə idi, təbii ki, digər departamentləri bilmirəm. Yəni əgər kimsə texnologidən offer alıbsa City-dən, yəni bu şeylər haqqında narahat olmağına dəymir. Çünki yəni həqiqətən yaxşı bir ortam var. Yəni sərbəstliyimiz var, hər kəs bir-birinə hörmət edir. Yəni ona görə peşman deyiləm. Yəni deyirəm ki, yaxşı ki City-ni seçmişəm. Yəni bu qədər. Əla. City təcrübəsi möhtəşəmdir. Texnologiya sahəsində xüsusən çünki məsələn mən City-də işlədiyim şöbə, deməli biz komanda olaraq dünyadakı baş verən tranzaksiyaların 10%-i belə deyək də bizim sahib olduğumuz platformanın üzərindən keçirdi. Yəni təxmin edə bilərsiniz də bu nə boyda bir həcmdir və bu boyda həcmi idarə edəcək texnologiyalar üstündə işləmək möhtəşəm təcrübədir. Təbii ki, daha sonra siz daha qərb ölkələrinə getmək istəsəz, Azərbaycana qayıtmaq istəsəz, demək istənilən şirkətdə rahat işləyə bilərsiniz. Qərbə də getmək istəsəz, iş təklifi almağınız bundan sonra daha da rahat olacaq. Ümumiyyətlə, software engineering sahəsində beynəlxalq şirkətlərdə iş tapmaq istəyən yoldaşlara tövsiyəniz nə olardı? Ondan sonra da, bunu qeyd edeyim, bundan sonra növbəti sualımı verəcəm. Azərbaycanca elədiyi intervyunu, yəni yəqin ki, əsas audience Azərbaycanlılar olacaq. Yəni ona görə bir Azərbaycanlı kimi buna cavab vermək istəyərdim. Yəni açığı mən bir müddət Azərbaycanda iş axtarmışdım. Azərbaycanda software sahələrində işlər daha çox banklardadır. Yəni çünki bizdə çox belə startuplarımız yoxdur. Yəni çox innovativ işlərimiz yoxdur. Yəni əsasən developerlara banklarda ehtiyac olurdu. Yəni məncə artıq banklar da müəyyən qədər doldurubdur o developer kapasitesini. Ona görə iş tapmaq həqiqətən çətindir. Yəni açığı, yəni dediyim kimi Polşaya gəlməyimin ən böyük səbəblərindən biri bu idi. Yəni seçdiyim sahəyə görə, yəni software engineeringdə iş axtarırdım və artıq gördüm ki, yəni Azərbaycanda həqiqətən çətindir iş tapmaq. Ona görə bura gəlməyə qərar verdim. Və burada belə deyək, iki tərəfdə də problem var idi, amma buradakı problem daha yaxşı problem idi. Yəni çünki burada iş həqiqətən çoxdur, yəni beynəlxalq şirkətlər həqiqətən çoxdur. Və yəni səbəbini açıq tam olaraq bilmirəm, amma dünyanın əsasən Silicon Valley bu kimi şirkətlər öz ofislərini bura köçürürlər. Və hətta İsveçdə bir tanışım var idi. Ondan da referral axtarırdım, İsveçə getməyi düşünürdüm. O belə mənə dedi ki, yəni bu dəqiqə software sahəsində Polşada işlər daha çoxdur. Yəni elə orada qal dedi mənə. Yəni bura gəlməyə çalışma. Dedi hətta İsveçdə belə bir neçə şirkət var ki, onlar belə head ofislərini Polşaya köçürməyə istəyirlər. Yəni mənə dedi ki, orada iş daha rahat tapacaqsan. Yəni ona görə ilk deyəcəyim budur ki, həqiqətən software sahəsində iş axtarırsınızsa, yəni Polşa yaxşı seçimdir. Yəni bir çox insanın ağlında Almaniya, İsveç, bu kimi ölkələr olur, amma məncə bu dəqiqə Polşada software engineering sahəsində iş tapmaq, yəni digər ölkələrdən daha rahatdır, digər Avropa ölkələrindən daha rahatdır.
həm vakansiya sayına görə, həm şirkətlər həqiqətən çoxdur. Yəni məncə hər leveldən burada şirkət tapmaq olur. Yəni kiçik şirkətlərdən tutmuş, yəni big tech şirkətlərinə qədər iş tapmaq olur. Yəni vakansiyalar çoxdur. Yəni sadəcə problem nə idi? Düzgün müraciət edə bilmək ki, zaten bu tərəfini siz eləyəsiniz. Yəni ona görə ondan narahat olmağa ehtiyac olmur. Və bir də özünə inam çox önəmlidir. Yəni dediyim kimi, yəni Azərbaycanda təcrübəniz məncə varsa, yəni gəlib burada mənim kimi internshiplərdən başlamayın, yəni müraciət etməyə. Yəni məncə confidence önəmlidir, özünə inanmaq önəmlidir. Yəni öz təcrübənə hörmət eləmək önəmlidir. Yəni 5 il təcrübə varsa, yəni ona uyğun da müraciət etmək lazımdır məncə. Hətta daha yuxarı da eləmək olar. Yəni yadınızdadırsa biz bir neçə senior pozisiyasına da müraciət eləmişdik. Hətta senior intervyularına belə girmişdim mən bir neçə dənə. Yəni ona görə o cəhətdən yəni özlərini qorxutmasınlar. Yəni təcrübələri varsa, yəni bura gəlib limitləməsinlər. Yəni sadəcə internship və yaxud da junior müraciətləri yox, yəni daha üst müraciətləri də eləsinlər. Yəni təcrübə yoxdursa da, yəni məncə yəni siz daha yaxşı bilərsiniz. Bu da məncə problem deyil. Təcrübə yoxdursa da gəlib burada məncə junior pozisiyalardan başlaya bilərlər. Ümumi o sahə haqqında nə deyə bilərəm? Dil olaraq məncə bu dəqiqə Java, C# kimi, bu kimi dilləri daha çox ehtiyac var. Amma dediyim kimi şirkət çox olduğuna görə, vakansiyalar olduğuna görə, yəni məncə hər proqramlaşdırma dili üzrə də müraciətlər eləyə bilərlər. Hətta mən elə vakansiyalar görürdüm ki, yəni elə proqramlaşdırma dilləri tələb edirdilər ki, yəni mən öz-özümə düşünürdüm ki, yəni bunlar məsələn nəyə görə bu dili istifadə edirlər? Yəni ona görə genişlik var o cəhətdən. Yəni məncə ona görə də narahat olmağına dəymir. Yəni tam rahat şəkildə gəlib, yəni önəmli olan düzgün müraciət edə bilməkdir. Və intervyulara təbii ki, yaxşı hazırlaşmaq. Tamamilə. İntervyular haqqında bir məqam qeyd etmək istəyirəm. Siz də qeyd elədiniz ki, deməli çoxlu suallar var idi. Bilmirsən ki, hardan başlayasan, çoxlu texnologiyalar var və çoxlu suallar var, bilmirsən ki, hardan yanaşasan. Elə effektiv intervyu hazırlıq budur ki, əvvəlcə vakansiyanı başa düşmək, orada tələblər nələrdir, orada hansı tip suallar gələ bilər, onlara strukturlu hazırlaşmaq ki, bütün mövzuları əhatə eləməyə və müxtəlif demo intervyularla onları istənilən formaya salmaq. İstənilən formaya salmaq deyəndə bəzən burada yoldaşlar cavab əzbərləmək başa düşürlər. Bu qətiyyən cavab əzbərləmək deyil də, yəni tam həqiqətən cavabı başa düşüb və qarşı tərəfə tam aydın şəkildə izah edə bilməkdir məsələ. Və bununla da biz artıq intervyu məsələsini həll eləmiş oluruq. İntervyunu istənilən formaya gətirib çıxarmış oluruq. Yəni vakansiyanın descriptionu məncə önəmlidir. Məsələn, mən əvvəl ona da, mən ümumiyyətlə əvvəl müraciət edəndə ümumiyyətlə descriptiona baxmırdım. Çünki deyirdim ki, software engineeringdir də, yəqin ki, ümumi suallar verərlər. Amma biz bunların üstündən keçirdik. Sizlə baxırdıq descriptionlara, məsələn, deyirdiniz buna bax. Və intervyulara girəndə gördüm ki, yəni onlar həqiqətən description yazma xətrinə yazmırlar. Çünki onlar müəyyən bir iş prinsipi olur və onlar onu bilən bir insan axtarırlar və sırf hansı texnologiyalar üstündə işləyirlərsə, yəni descriptiona da bunları əlavə edirlər. Yəni ona görə yəni işə müraciət edəndə məncə texniki intervyulara dəvət alanda həmin o descriptionda yazılan texnologiyalar üzrə hazırlaşmaq məncə önəmlidir. Yəni City-nin intervyusunda yadıma gəlir. Mənə bir dənə case sual vermişdilər və həmin case sual sırf orada istifadə etdikləri bir texnologiya deyil, bir approach idi. Peugeot approach var idi. Biz bunun üstündən keçmişdik və mənə demişdiniz ki, məsələn buna da bax. Və mən ona baxmışdım və həqiqətən yaxşı ki də baxdım və mən işə girəndən sonra gördüm ki, City-də yəni o birəbir eynisini istifadə edirlər. Məsələn, descriptiona bunu elə yazma səbəbləri də məsələ bu imiş. Yəni ona görə yəni sırf digər sahələri bilmirəm. Yəni software üzrə bunu deyə bilərəm ki, descriptiona baxmaq məncə önəmlidir. Yəni descriptionda yazılan texnologiyalar üzrə intervyuya hazırlaşmaq önəmlidir. Tamamilə. Ümumiyyətlə intervyu hazırlığı biz belə 5 addımda edirik də, yəni 5 komponent var da hazırlaşmaq. Onlardan biri elə
deməli vakansiyanı analiz etməliyik. Biz burada deməli pozisiyanı analiz edirik. Deməli biz burada pozisiyanı analiz edirik, şirkəti araşdırırıq, CV-ni analiz edirik. Deməli behavioral suallar çıxarırıq və texniki suallar çıxarırıq. Bununla intervyuya tam hazırlaşmış oluruq və burada vakansiyanı həqiqətən az öncə qeyd etdik, biz vakansiyanı analiz edirik, başa düşürük ki, biz orada bizdən nə istəyirlər və o keywordlər çıxartmaq məsələ odur. Başa düşürük ki, orada bizdən nə istəyirlər və biz o mindseti də onun ətrafında qururuq. Lazım keywordləri də onun üzərindən çıxarırıq və deməli hazırlaşdığımız hekayələrimizi, cavablarımızı o lazım, yəni istənilən keywordlər üzərində hazırlayırıq. Yəni bu məncə sırf HR dəstəyi alsaydı, məncə eləyə bilməyəcəyim bir şey idi. Yəni sizin də texniki biliyiniz olduğuna görə biz bunları daha yaxşı analiz edə bilirdik və sırf həmin məsələn approachlar üzrə hazırlaşmağı, məsələn CT-də məncə intervyumu keçməyimin səbəblərindən biri də o oldu. Çünki mən yəni biz təbii ki onları istifadə eləyirik, amma hər approach-u öz proyektlərimizdə istifadə eləmirik. Yəni çoxlu possibility-lər var. Bəli. Yəni hər şirkət müəyyən bir yolu seçir, yəni o üzrə davam edir. Yəni sizin müəyyən o approach-u bilməməyiniz sizin pis developer olmağınız mənasına gəlmir. Yəni sadəcə siz başqa yolla bu işi görmüsünüz, onların bu elədikləri şey başqadır. Yəni ona görə yəni bu həmin o intervyulardan əvvəl, yəni sizlə elədiyimiz o analizlərin həqiqətən köməyi olurdu. Çünki o analizlər üzrə texniki tərəflərə də hazırlaşırdım və onlar haqqında da məlumatlarım olurdu və bu məsələn CT-nin intervyusunda mənə çox kömək oldu. Yəni sırf bir dənə, yəni o case üzrə mənə sual vermişlər, case sualı vermişlər və mən ona hazırlıqlı olduğum üçün məsələn ona cavab verə bilmişdim. Qeyd edirsiniz approachlar, bunlar cultural və ya behavioral intervyular deyirik, yəni culture match interviews. Culture match interviews bundan ibarət, yəni yoldaşlar biz burada belə işləyirik. Siz bu yolda bizim kimi işləməyə uyğunsunuzmu? Yəni bizim komandanın bir hissəsi ola biləcəksinizmi? Yəni culture match intervyusunun məntiqi tamamilə bundan ibarətdir və biz o vakansiyanı analiz edib, departamenti başa düşüb, o şirkəti başa düşüb, onların nə istədiyini anlayandan sonra onların culture match intervyusuna da, yəni culture-na da tam hazır olmuş oluruq. Bir də Əhməd, bir məsələni mən qeyd etmək istəyirəm. Yadıma gəlir ki, biz müraciətlər etməzdən öncə deməli, mən sizin müraciət prosesini izah elədim, CV-ni izah elədim, siz müraciətlərə başlamazdan öncə səs göndərmişdiniz ki, bəs Səbəy, biz iş təklifi alacağıq mı? Heç olmasa intern alacağıq mı? İcazənizlə mən o səsi də burada bu videoya əlavə etmək istəyirəm, həmin tarixinə gəlmək mümkündürsə. Belə deyim də Səbəy, yəni mən sizə güvənirəm bu mövzuda. Yəni mən də çox uzun zamandır ki, iş axtarıram, normal iş. Yəni hələ ki tapa bilməmişəm. Məsələn, Azərbaycandan çıxma səbəblərimdən biri də oydu. Azərbaycanda ümumiyyətlə mən CV-lərimə baxılmırdı, ümumiyyətlə heç bir geri dönüş falan olmurdu. Yəni mən ümumiyyətlə çox vakansiya da tapa bilmirdim Azərbaycanda. Yəni açıq belə Avropaya gəlmə səbəbim budur. Yəni burada çox böyük ümidlərlə gəlmişdim. Belə borcla, xərclə bir təhər gəlib buralara çıxdım. Yəni burada da bir yəni hələ ki bir gözlənilən nəticə olmadı. Yəni görünən o ki burada da yəni o qədər asan da olmayacaq. Yəni çox böyük ümidlərlə gəlmişdim ki, yəni developer olaraq iş taparam, işləyərəm. Əfsuslar olsun ki, tamamilə dəxilsiz işlərdə işləyirəm. Məcbur yəni burada qala bilmək üçün, yaşam xərclərimi qarşılaya bilmək üçün. Yəni bəzi ağır işlərdə də hətta işləmək məcburiyyətində olmuşam bu müddətdə. Və bütün bunlar yəni fiziki olaraq yox, belə deyim, yəni mental olaraq həqiqətən adamı çox yorur. Yəni mən bu dəqiqə fiziki yox, mental olaraq yəni çox yorğun hiss edirəm. Çünki müəyyən müddət insan öz gözləntilərini qarşılaya bilməyəndə, yəni gözləntilərindən geri qalanda və tamamilə dəxilsiz işlər görmək məcburiyyətində qalanda, yəni həqiqətən insana psixoloji olaraq, mental olaraq bunlar çox təsir edir. Yəni mən belə deyim də, yəni elə sizin səhifənizi gördüm, nə təsadüfən qarşıma çıxdı. Yəni mən əslində araşdırırdım belə kömək edən şəxslər. Yəni müsbət rəylər də olurdu, mənfi rəylər də olurdu. Ona görə qərarsız idim. Yəni elə sizin səhifəniz çıxdı Instagramda, təsadüfən çıxdı. Yəni search verməmişdim mən heç bir yerdə. Yəni inşallah bəlkə də Allah ilə qabağıma çıxartdı. Yəni inşallah yaxşı olar sizlə iş bir yerdə uğurlu olar. Yəni siz də azdan çoxdan mənim vəziyyətimi başa düşərsiniz də. Siz özünüz IT sektorundasınız. Yəni sizin köməyinizə yəni həqiqətən ehtiyacım var. Yəni bir mütəxəssis köməyinə ehtiyacım var, belə deyim. Və çünki bunu nə özünə məxsus eləyir? Mən normalda yəni evdə, yəni iş ofisində olmayanda zəng etmirəm. Yoldaydım, bu səsi görəndə həmin zəng gəldim ki, yəni biz əgər işləyiriksə, sadəcə bir yəni hədəf üçün işləyirik də. Yəni bir hədəf var, o da iş təklifi almaqdır. İş təklifi almayacaqsa, işləməyəcəyik.
ki, əslində məsələn siz avqustda müraciət etmişdiniz, biz ona görə avqustda başlamadıq. Çünki hazır deyildik. Gedib filan işləri etmək lazım idi. Etdiniz, gəldiniz, ondan sonra başladıq və bu bir çox yoldaşla belədir. Əslində mənə müraciət edən şəxslərin demək olar ki, 70%-ni reject etmiş oluram məcburiyyətdən. Çünki əgər bir kandidat, baxmayaraq ki, bu biznesdir yoldaşlar, təbii ki, biznesdir, amma əgər biz iş təklifi almayacaqsa və mən bunu niyə deyə bilirəm? Çünki buradakı ixtisaslaşdığım sahələrdə şirkətlərdəki vakansiyanın tələblərini bilirəm. Əgər iş təklifi almayacaqsa, açıq-açıq bildirəm ki, və bunun səbəbini bildirərək təbii ki, bu boşluqlar var. Bu boşluqlar doldurulmadan iş təklifi əldə etmək tamamilə şansa buraxılmaqdır. Biz burada işləri şansa buraxmırıq, biz burada işləri qarantlıyıb sonra addım atırıq və məcburiyyətdən təbii ki, reject etmiş oluram. Və bizə əgər əməkdaşlar başlayırsa, başqa həll yoxdur, yəni sadəcə iş təklifi alacaq. Prosesə hörmət etmək lazımdır, belə deyək. Yəni siz kömək edirsiniz, yəni 50% sizsiz, yəni 50% də biz öz üstümüzə düşəni eləməliyik. Məncə, məsələn, sizin verdiyiniz o təlimatlara əməl eləməliyik. Məsələn, siz mənə repo dediniz, mən açıq əvvəl istəmirdim onu eləmək. Amma siz məsləhət gördünüz deyə, yəni məcbur onu elədim, amma özümə qalsaydı eləməyəcəkdim, belə deyək. İntervyulara yaxşı hazırlaşmaq lazımdır. Yəni sadəcə oturub onları müzakirə eləmək kifayət deyil. Yəni insanın öz üstünə də müəyyən qədər iş düşür, yəni təbii ki. Ona görə məncə 50% yəni siz kömək edirsinizsə, yəni 50% də yəni kandidatlar öz üstlərinə düşəni eləməlidirlər, yəni nəticə əldə edə bilmək üçün. Tamamilə. Sizdən son sözlər istəyəcəm. Qeyd etmək istədiyiniz son sözlər varmı? Yəni 2 dəfə videomuz qabağıma çıxdı. Bilmirəm, bəlkə də qismət imiş. Və tam belə ümidimi itirdiyim anda qabağıma çıxdı. Hətta Azərbaycana qayıtmağı belə düşünürdüm həmən müddətdə. Yəni çünki burada artıq maddi olaraq qalmaq da get-gedə çətinləşirdi mənim üçün. Çünki burada kirayə, yaşam xərcləri falan, yəni bunları artıq qarşılamaq həqiqətən çətin olurdu mənim üçün. Və bu anda videomuz qabağıma çıxdı və düşünürdüm ki, yəni dediyim kimi end-to-end kömək edə bilərsiniz və həqiqətən də elə oldu. Yəni sıfırdan, yəni ən sondakı sənədləşmə işinə kimi, ortadakı bütün HR, behavioral, texniki tərəf, yəni sıfırdan ən sonuna, yəni yanvarın 15-nə kimi davam edən bir proses oldu və çox məmnun oldum həqiqətən. Yəni düşünürəm ki, o zaman bu qərara gəlməsəydim, bəlkə indi hələ də iş axtarırdım, bəlkə Azərbaycanda idim, qayıtmışdım çoxdan. Yəni yaxşı ki, videonuz qabağıma çıxdı, yəni yaxşı ki, sizlə müraciət elədim. Həm də yəni sizin kimi yaxşı bir insanı tanımış oldum. Yəni bu sadəcə professional tərəfdən yox. Yəni sizlə hələ də danışırıq, yəni hələ də işlə bağlı müəyyən suallar olanda, yəni hələ də sizdən soruşuram, sizdən məsləhət alıram. Yəni sadəcə bu prosesdəki koç yox. Yəni indi də belə sizi koç kimi görürəm. Yəni nə vaxt ki, nəsə bir sualım olsa, yəni sizdən soruşuram. Yəni sizə çox sağ olun ki, yəni hər zaman yaxşı şəkildə cavablandırırsınız. Yəni ki, kimsə müraciət etmək istəyirsə, təbii ki, özünüz də yoxlaya bilərsiniz. Yəni bu da bir həll yoludur. Yəni özünüzə müraciət edib iş tapa bilərsiniz. Amma yəni məncə doğruları, yanlışları bilmək biraz çətindir. Yəni çox təcrübəniz olsa belə, yəni siz özünüz də qeyd elədiniz ki, yəni gəlib burada ən aşağıda müraciət edirlər, 10-15 il təcrübəsi olan insanlar belə. Ona görə yəni məncə buna ehtiyac yoxdur. Yəni önəmli olan nəyi düzgün etmək, yəni doğrular nədir, necə müraciət etmək lazımdır. Yəni bunları bildikdən sonra yəni 20 günə mənim kimi yəni hansısa bir şirkətdən offer almaq mümkündür. Tamamilə. Yoldaşlar, bir neçə məqam qeyd etmək istəyirəm. Sadəcə sonda məlumat olaraq ki, artıq 4 ilə yaxındır Polşada və Avropada deməli bir karyera konsultasiyası xidməti göstərirəm. Əslində bu həftə biz Amerikadan da 2 iş təklifimizi aldıq və Avropadan da Almaniyadan və Hollandiyadan iş təklifləri almışıq. Əgər siz də Avropadasınızsa və deməli burada beynəlxalq karyeranızı başlamağa və ya dəyişməyə və ya daha da promotion olub növbəti mərhələyə keçməyə çətinlik çəkirsinizsə, müraciət edə bilərsiniz. Komandamız yoldaşlar sizinlə ətraflı məlumatları bölüşəcək və bəlkə sizlə də növbəti belə bir case story-ni çəkə bilərik.
Əhməd, çox təşəkkür edirəm. Çox sağ olun. Düzdür, Mülayət hanım. Çox xoş. Çox sağ olun. Sağ olun. Məmnun oldum.